improve, develop-la bilirik sinonim kimi. Ən çox da istifadə olunan sinonim sözlərdən biridir. Buraxılış imtahanı suallarının vaz keçilməz olan definition sualının gəlin izahına baxaq bir yerdə. Definition sualı bilirsiniz ki, sözlərin mənaları ilə bir-birinə uyğunlaşdırılma testidir, yəni test formasıdır. İlk sözümüz attack-dır. Attack hücum etməkdir. Improve inkişaf etdirməkdir. Concentrate fikrini bir yerə, yəni bir növ cəmləməkdir, ora fokuslanmaqdır. Give all your attention to something and not think about anything else. Yəni deyir, fikrini bir şeyə, nəyəsə fokuslamaq və yalnız onun haqqında düşünmək. Bu concentrate-dir. To start fighting or hurting somebody or something. Döyüşməyə başlamaq, kimisə incitməyə, nəyisə, kimisə incitməyə başlamaq, bu nədir? Hücum etməkdir. Zaten fight, döyüşmək sözünü bilirsinizsə, avtomatik attack sözü ilə uyğunlaşdıra bilərsiniz. Bu səbəbdən 1B-dir. To make something or somebody better than before. Yəni, əvvəlkindən daha yaxşılaşdırmaq ki, bunu biz çox vaxt improve, develop-la bilirik sinonim kimi. Ən çox da istifadə olunan sinonim sözlərdən biridir.